Anam bizə qonaq gələndə evə əvvəlcə qoxular girir. Uşaq vaxtı ən çox sevdiyimiz, ən çox yediyimiz yeməklərin qoxusu. Sanki o da bilir, insan böyüyür, amma dadlar uşaq qalır. Onun damarı çıxmış, yaşlanmış əllərində uzun illərin əziyyəti var. O əllər bir vaxtlar böyük ailəni doyurub, uşaqları böyüdüb. Bu gün isə yenə xəngəl yoğurur, tab açır. Tək yemək yox, xatirə pişirir. Bir anlıq uşaqlığıma qayıtdım. Kəndimizə, həyatda qaçan uşaqlara, atamın işdən qayıtmağına, bir süfrə başına toplaşan böyük ailəyə. O vaxt yemək çox değildi, çeşit çox değildi, amma sevinç bol idi. Paylaşmaq vardı, birlik vardı, biz vardı. Anamın bişirdiyi o qədim yeməklərdə nəsil var. Keçmişin səbri, ailənin gücünü dadırsan. Anlayırsan ki, uşaqlığın keyfiyyəti oyuncaqla yox, o süfrələrlə ölçülürmüş. Allah bütün valideynlərə can sağlığı versin.